Federasiya olaraq işimiz basketbolun inkişafına nail olmaqdır. Bunun üçün əlimizdən gələni edirik. Addım-addım, mərhələli şəkildə uğurlara irəliləməliyik. Sistemi düzgün qurmalı və mühiti formalaşdırmalıyıq. İstəyirik ki, Azərbaycan basketboluna fayda verə biləcək oyunçuların xidmətindən yararlanaq. Bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib. O, federasiyanın hədəflərindən də söz açıb. Federasiya olaraq bizim ikinci məqsədimiz basketbolun bir idman növü olaraq kütləviliyini təmin etməkdir. Yəni, bu idman növünün ən sadə şəkildə desək, oyun qaydalarını başa düşmək, o oyuna baxıb zövq almaq, boş vaxtında basketbol oyununa öz ailə üzvləri ilə bir yerdə getmək kimi sadə qərarlar vermək və s. Biz həqiqətən də bir idman növünü boş vaxtımızda onu sevdiyimiz üçün baxırıqsa, onunla baxıb zövq alırıqsa, həmin idman növünü ya oynayaraq, ya baxaraq öz vaxtımızı mənalı keçirmiş hesab ediriksə özümüzü, onda bu idman növü deməli bizdə var və biz bu idman növünü artıq, necə deyərlər, ona hakimi. Bu, mənə görə buna nail olmaq bəlkə də birinci məqsəddir. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, Azərbaycanda basketbolun inkişafı göz qabağındadır. Basketbolun inkişafının ən yüksək nöqtəsi Azərbaycanın basketbol komandasının Olimpiya oyunlarında iştirakı olub. Bizim qızlardan ibarət 3'e 3 basketbolçularımız dünyanın 8 komandasının təkibindən gəlib 8 komandası iştirak edən Olimpiya turnirində iştirak ediblər və çox gözəl nəticələr qazanıblar. Mən deyərdim ki, Amerikanın və Çinin komandalarına qalib gəlmək bu həqiqətən də böyük bir hünər idi. Bu Azərbaycan çempionatındakı bu mübarizənin nəticəsində bizim klublarımız artıq Avropa kuboklarında iştirak edirlər. Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2025-2026-cı illər mövsümünün oyunları reqlamentə əsasən 4 dövrəli, 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümün oyunları A və B qrupları üzrə baş tutacaq. A qrupunda Sabah, Neftçi, Şəki, Abşeron Lions, NTD, Gəncə kollektivləri mübarizə aparacaqlar. B qrupunda isə Naxçıvan, Ordu, Sərhədçi, Sumqayıt, Quba, Lənkəran komandaları oynayacaq. Müntəzəm çempionatın A qrupunun oyunlarında meydançada 4 əcnəbi və mütləq şəkildə bir yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. B qrupunun oyunlarında isə 15-ci tur daxil olmaqla 3 əcnəbi və 2 yerli basketbolçu, 16-cı turdan etibarən isə 4 əcnəbi və 1 yerli basketbolçunun parketdə olması mütləqdir. Çempionatın yekun nəticələrinə əsasən mövsümü ilk 8-likdə tamamlayan klublar növbəti ildən 1-ci liqada. 9, 12-ci yerləri tutmuş klublar isə ilk dəfə təşkil olunacaq 2-ci liqada mübarizə aparacaqlar.